iki ehtimal üzərində dayanacağam. Ola bilər ki, bu bir psixoloji fənddir. Qurban Qurbanov futbolçularını sirkələmək üçün, oyatmaq üçün diqqəti üzərinə çəkir. Dünyada bundan ən yaxşı istifadə edən məşqçi Mourinhodur. Düzdür, heç bir halda Qurban Qurbanovu bu məsələdə bu yöndə Mourinho ilə müqayisə eləmək istəməzdim. Çünki Qurban Qurbanov elə biz həmişə onun tərzinə görə, səbrinə görə sevmişik, bəyənmişik, dəstəkləmişik. Bir tərəfdən fikirləşirəm ki, bəlkə mövsüm sonuna yaxınlaşır, görür ki, komandada süstlük var, biraz heç cür əvvəlki futbollarını oynaya bilmirlər. Futbolçuları yuxudan oyatmaq üçün belə fəndləri əl atır, diqqətləri üzərinə çəkir. Bu birinci ehtimallardır. İkinci ehtimallar, bax, ola bilər ki, məsələ daha dərindədir, biz bilmirik. Bu sətiraltı mesajlardır, kiməsə və kimlərəsə verilir. Çünki bax, Qurban Qurbanovun o etirazlarının mən xronoloji ardıcılığı ilə gələcəm. Turanla oyundan sonra hakimliklə bağlı etirazları olmuşdu, açıq-aşkar dilə gətirmişdi. Məsələn, Kəpəzlə oyundan sonra meydançanın sulanmamasına bir aqressiya göstərmişdi. Buna qədər Azərbaycan Premyer Liqasında dəfələrlə sürətin, tempin aşağı olmasını qabartmışdı. İndi də bax, planşeti qırıb. Bunun davamı olaraq, məsələn, o gün Qurban Qurbanova sual verirlər ki, mətbuat konfransında İcra Komitəsində bir il biz arxada qaldı. Sizcə nə qədər xeyirli oldunuz Azərbaycan futboluna? Bildirib ki, bir ildə çox işlər görmək olmaz və konkret sualla müraciət ediblər ki, aşağı yaş qrupları üzrə millilərdə elə təyinatlar oldu ki, eyni adamlar, heç bir nəticə yoxdur. Yenə də bu adamları baş məşqçi qoydular həmin millilərə və Qurban Qurbanov daha biraz konkret cavab verir ki, mənə İcra Komitəsinə bağlı suallar verməyin. Biraz açıq, çox qəribə səslənir. Çünki yadındadırsa, elə AFFA rəhbərliyində dəyişiklik olmamışdan mətbuat konfransında Qurban Qurbanov Azərbaycan futboluna bağlı suallar verəndə deyirdi ki, mənə bununla bağlı sual verməyin. Çünki biz danışırıq, amma heç kim buna əməl eləmir və bir növ Qarabağda işləyirəm, öz işimlə məşğulam. İndi İcra Komitəsində üzvdür, yenə deyir ki, mənə İcra Komitəsindən bağlı sual verməyin. Biraz bu da paradoksdur da. Orada olmayanda da deyirdi ki, mənə bununla bağlı sual verməyin. Orada da yenə deyir ki, mənə bununla bağlı sual verməyin. Halbuki İcra Komitəsində futbol adamları yığışmayıb da. Bəlkə də orada verilən qərarları ən doğru, ən dürüst, ən belə futbol azarkeşlərinin və jurnalistlərin anlayacağı səviyyədə çatdıracaq adam elə Qurban Qurbanovdur. Onu bizə o formada deyə bilər ki, biz başa düşərik nə baş verir. Çünki Qurban Qurbanov bir tərəfdən özü deyir ki, orada bütün qərarlarla bağlı AFFA-nın saytında açıqlama verilir. Amma o AFFA-nın saytında orada məsələn nə üçün filan məşqçilər yenə də filan komandalara məşqçi təyin olunub deyə açıqlamalar verilmir. Orada qərarlar göstərilir, açıqlaması yoxdur. Bir tərəfdən baxanda AFFA həmin o İcra Komitəsinin iclaslarını da bir növ qapalı və gizlin keçirir. Jurnalistlər də bilmirlər bu nə vaxt olacaq, harda olacaq ki, heç olmasa həmin tədbirlərin sonunda o binaların ya Sokarda ya AFFA-da geçsinlər, qarşısında gözləyib suallarını versinlər. Yəni, niyə bu məqamda Qurban Qurbanov bu cavablardan qaçır? Bu da mənim üçün sual olaraq qalır. Hal-hazırda Azərbaycan futbolunda Qurban Qurbanovla bağlı o qədər müəmmalarla üzləşmişik ki, artıq nəyi nə üçün elədiyini tutmaq olmur. Mən buna görə deyirəm ki, bəlkə bütün bunlarda sətiraltı mesajlar var. Mənə AFFA ilə bağlı sual verməyin, hakimlik pis vəziyyətdədir, meydançalar sulanmır, çempionatın səviyyəsi aşağıdır, temp yoxdur, o yoxdur, bu yoxdur. Həddən çox etirazlar var. Amma kimədir bu etirazlar? Çünki bu elə məsələlərdir ki, əvvəllər Qurban Qurbanov bir klubun baş məşqçisi kimi bunları deyirdisə, indi özü Azərbaycan futbol idarə etməsində önəmli bir post tutur və bu məsələləri elə bizə və ya ictimaiyyətə deməkdənsə birbaşa o tədbirlərdə, o iclaslarda qaldıra bilər. Anlaya bilmirəm. Bax, dediyim iki fərziyyə yenə də o üzərində qalır. Ya psixoloji fənddir, ehtimaldır, bilmirəm indi nə qədər özünü doğruldur, ya da ki, sətiraltı mesajlardır. Mən başqa anlam verə bilmirəm. Çünki əgər kubok maçı bu qədər vacib idisə, əgər o, yenə deyirəm, bu elə bir penalti deyildi ki, əsəbləşəsən, niyə əsas heyət buraxılmırdı? Mən əminəm ki, start heyətdə Kaci və digərləri çıxsaydı, İndi əminliklə demək olmaz ki, uduzardı ya udardı, amma ən azından bundan daha yaxşı bir futbol izləyəcəkdik.